Zaqatala rayonunun təbii sərvətləri, zəhmətkeş insanları və məhsuldar torpaqları ilə seçilən bölgəsində fəaliyyət göstərən fındıq sənayesi həm rayonun iqtisadi inkişafında, həm də yerli əhalinin məşğulluğunda xüsusi rol oynayır. Bu inkişafın mərkəzində dayanan dəyərli şəxslərdən biri də fındıq zavodunun sahibi Ramazan bəy kimi vətəninə, xalqına xidmət edən, əməyi ilə qazanan, halallıqla tanınan iş adamlarıdır. Ramazan müəllim uzun illərdir ki, öz zəhmətini və qayələrinə sədaqətinin nəticəsində Zaqatalada fındıqçılığın inkişafına böyük töhfələr verir. Onun rəhbərlik etdiyi zavodda hər il yüzlərlə ailə əmək haqqı qazanır, insanlar işlə təmin olunur, bölgədə sosial rifahın yüksəlməsinə ciddi dəstək göstərilir. Ramazan müəllimin əsas prinsipi halal zəhmət və dürüst əmək münasibətləri olmuşdur və bu dəyər sayəsində o həm işçilərinin, həm də rayon sakinlərinin dərin hörmət və rəğbətini qazanmışdır. Zaqatalanın fındığı bugün təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin bazarlarında keyfiyyət rəmzi kimi tanınır. Bu uğurun arxasında Ramazan müəllimin yenilikçi yanaşması, texnologiyaya önəm verməsi, məhsul keyfiyyətinə xüsusi diqqət və ən əsası torpağına və kənd təsərrüfatına sevgi ilə bağlılığı dayanır. O fındıqçılıq sahəsində yeni əkin sahələri, modern emal xətləri və ixrac imkanları yaradaraq həm bölgənin iqtisadi gücünü artırmış, həm də Azərbaycanın adını beynəlxalq arenada daha da ucaltmışdır. Ramazan müəllim yalnız sahibkar deyil, o eyni zamanda xeyirxahlığı ilə tanınan, ehtiyacı olanlara kömək edən, imkanını paylaşan, insanlara qiymət verən bir şəxsdir. Onun mülayim xasiyyəti, sadəliyi və səmimiyyəti onu daha da dəyərli və hörmətli edir. Hörmətli Ramazan müəllim, bugün sizin kimi zəhmətsevər, vətənə töhfə verən iş adamlarımız cəmiyyətimizin dayaq sütunlarıdır. Sizin nümunəvi fəaliyyətiniz, böyük əmək ənənələriniz və insanlara göstərdiyiniz qayğı münasibəti ilə yüksək dəyərləndirir. Sizə möhkəm can sağlığı, işlərinizə davamlı uğurlar və bol-bol bərəkət arzulayırıq. Uğurlarınız bol, zəhmətiniz halallıqla mükafatlansın.